Herkese salamlar. İlməvi kanalıma xoş gəlmisiniz. Yeni videolarımızdan xəbərdar olmağınız üçün kanalıma abunə olub, videolarımı bəyənərək mənə dəstək olmuş olarsınız. Təşəkkür edirəm indidən. Bugün sizin üçün belə bir fincan altlığı toxumağı göstərəcəyəm və öyrədəcəyəm. Əgər mənimlə toxumaq istəsəz, bunun üçün bizə yarın arginsin ağ rəngi, çiçəkləri üçün istədiyiniz rəng, mən qırmızı rəngdən istifadə edəcəm. Yarpaqları üçün isə yaşıl rəng lazımdır. Elə isə başlayaq. Bir fincan çayımızı da qoyaq. Bismillah. Birinci sehirli halqa edirik. Hər halda kanalımdan baxıb sehirli halqanı necə etdiyimi öyrənmisiniz. Bu yeni başlayanlara aiddir. Biz sehirli halqa edirik, 2 zəncir çəkirik, ilməni qaldırırıq və içinə 12 dənə ikili trabzan toxuyuruq. Bu ikili zəncir bir trabzan sayılır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 və 12. Bu qısa ipi dartaraq sehirli halqamızı bağlayırıq və sonuncu ilmə ilə birinci ilməni birləşdiririk. Bir, iki. 2 dənə qalxırıq. İndi sizə göstərim. Baxın, burada 12 dənə ilməni artıq yığmışıq. İndi bu 12 ilməni hər ilməyə 2-2 toxumaqla artırıb 24 ədəd etmiş olacağıq. Bir, iki. Və növbəti sıra ilməyə keçirik. 1, 2. Hər ilməyə 2 dəfə toxumaqla 12 ilməni 24 ilmə etmiş oluruq. Sıra sonuna qədər toxuyaq və gələk. Gəldik, çatdıq sıra sonuna. Və birinci ilmə ilə sonuncu ilməni birləşdiririk. Yenə 2 dənə zəncir çəkirik. İndi isə növbəti sıraya keçirik. Bunun üçün nə edirik? Baxın, burada 12 dənə toxuduq, 24 etdik. İndi isə bu növbəti sıramıza keçirik. Bunun üçün bir dənə toxuyuruq, bir dənə artırırıq. Və hər artırmadan sonra isə bir dənə zəncir çəkirik və yenidən davam edirik. Ondan sonraki ilməyə, yəni heç bir ilmə buraxmadan bir dənə toxuyuruq, bir dənə artırırıq və hər artırmadan sonra bir dənə zəncir çəkirik. Və beləcə sıra sonuna qədər davam edirik. İlmə buraxmadan bir dənə toxuyuruq, bir dənə toxuyuruq, bir dənə artırırıq, bir dənə zəncir çəkirik və növbəti ilməyə yenidən bu cür sıra sonuna qədər davam edirik. Və gəlib çatırıq sıra sonuna. Sıra sonunda yenə də göstərirəm. Bir dənə toxuyuruq, bir dənə artırırıq. Dediyimiz kimi hər artırmadan sonra bir dənə zəncir çəkirik və sonuncu ilmə ilə birinci ilməni ilmək sürüşdürməklə bir-birinə birləşdiririk. Və qalxırıq növbəti sıramıza. Yenə 2 dənə zəncir çəkirik, milçəmizin üzərinə ipi alırıq. Hemen bu zəncirin dibində olan
ilməyə bir dəfə toxuyuruq. Növbəti ikinci dəfə ikili trabzan toxuyuruq və gəlirik artırmış olduğumuz yerə. Burada bir dəfə artırırıq və əvvəlki sırada olduğu kimi bir dənə zəncir çəkirik və yenidən ilmə buraxmadan da eləcə davam edirik. Yenə bir dənə toxuyuruq, 2 dənə toxuyuruq, üçüncünü artırırıq. Bir dənə zəncir çəkirik və sıra sonuna qədər bu cür davam edirik. Baxın, gəldik, çatdıq sıranın sonuna. Yenə 1, 2 dənə toxuduq, bir dənə artırdıq. Dediyimiz kimi hər artırmadan sonra bir dənə zəncir çəkirik və birləşdiririk. Sonuncu ilmə ilə birinci ilməni sürüşdürməklə və keçirik növbəti sıraya. İndi isə 3 dənə toxuyacağıq. 1, 2, 3 dənə toxuduq. Bir dənə artırdıq. Hər artırmadan sonra nə edirdik? Bir dənə zəncir çəkirdik və yenə davam edirdik. Yenə 3 dənə toxuyuruq. Bir dənə artırırıq və artırdığımıza görə nə edirik? Bir dənə zəncir çəkirik və davam edirik. Baxın, bu artırdığımız yerə heç vaxt da toxumuruq ha. Bu sütunun üzərinə toxuyuruq. Bütün sıralarda artırdığımız yerə heç bir şey toxumuruq. Sadəcə sütunların üzərində olan ilmələrə toxuyuruq. İkili trabzanlar toxuyuruq, ikili sütunlar. Yenə 3 dənə toxuduq və artırdıq. Nə edirik? Bir dənə zəncir çəkirik və sıra sonuna qədər bu cür davam edirik. Davam edək, gələk. Və yenə də gəldik, çatdıq sıra sonuna. 3 dənə toxuyuruq. İkili trabzan 1, 2, 3. Bir dənə artırırıq. 1, 2, bir dənə zəncir çəkirik hər artırmadan sonra olduğu kimi və birinci ilmə ilə sonuncu ilməni ilmək sürüşdürmə ilə bir-birinə birləşdiririk və növbəti sıraya keçirik. Burada isə artıq 4 dənə toxuyub bir dənə artıracağıq. Birinci göstərim sizə, sonra sıra sonuna qədər toxuyaq birgə. Artıq yolunu bilirsiniz. Dörd dənə toxuduq, bir dənə artırdıq. Bir dənə zəncir çəkdik və sıra sonuna qədər davam edirik. Davam edək, gələk. Baxın, gəldik, çatdıq sona. İndi sonda yenə enirik. Yenə 4 dənə ikili trabzan toxuyuruq. 1, 2, 3, 4. 4 dənə ikili trabzan toxuduq. 2 dənə ikili trabzan artırırıq. Bir dənə zəncir çəkirik və keçirik yaşıl ipimizə. Yaşıl ipimizdə bir dənə ilmə düzəldirik. Ağ ipində sonuncu ilmə ilə birinci ilməni birləşdiririk ilmək sürüşdürməklə. Amma bu dəfə ağla deyil, yaşılla sürüşdürürük. Baxın, belə. Gördünüz? İndi 4 dənə zəncir çəkirik. 2, 3, 4. Ağ ipimizi buradan dartaq, ilməmizi yığaq və ağ ipimizi kəsək.
ağ ipimizi kəsdik. Bunları bağlayaq. Mən bağlayıram daha güvənli olsun mənim üçün. Sonra bunları gizlədəcəyik işimizin içində. Şimdi burada 4 dənə zəncir çəkmişdik. 1, 2. 2 dənə ilmə buraxırıq. 3-cü ilməyə bərkedirik. 1, 2, 3, 4. 4 dənə zəncir çəkirik. Biraz yaxına verək. 1, 2, 3-cü ilməyə bərkedirik. Bunları da sayaq. 4 dənə zəncir çəkirik. 1, artıq bunlar da sayılır. 2, 3-cüyə birləşdiririk. Yenə 1, 2, 3, 4 dənə zəncir çəkirik. 1, 2, 3-cüyə birləşdiririk. Və sıra sonuna qədər bu cür davam edirik. 1, 2, 3, 4 nəzərə alırıq ki, artıq bu ilmədə sayılır. 1, 2 və 3. 3-cüyə bərkedirik və bu cür sıra sonuna qədər davam edirik, gəlirik. Gəldik, çatdıq sıra sonuna. 1, 2, 3, 4. 1, 2, 3. Yəni 1, 2, 3, 4 dənə zəncir çəkdik. 1, 2 və birinci başladığımız ilmənin içinə ilmək sürüşdürməklə toxuyuruq. Göstərmək üçün sizə bir dənə belə toxuyum. Baxın. İndi keçirik növbəti sıramıza. Deməli, birinci toxuduğumuz bu zəncirlərin içərisinə bir dənə sıx ilmə toxuyuruq. 4 dənə zəncir. 2, 3, 4. Və birinci deyil, ikinci ilməyə bir dənə ilmək sürüşdürmə eləyirik. 1, 2, 3 dənə zəncir çəkirik və eyni zəncirin içərisinə sabitləyirik. Sonra növbəti zəncirin içərisinə bir dənə sıx ilmə toxuyuruq. 1, 2, 3, 4. 4 dənə zəncir çəkirik və yenə də birinci deyil, ikinci ilmənin içərisinə ilmək sürüşdürmə eləyirik. 1, 2, 3 dənə zəncir çəkirik və eyni zəncirin içərisinə bərkidirik. Növbəti zəncirin içərisinə bir dənə sıx ilmə toxuyuruq. 1, 2, 3, 4 dənə toxuyuruq. İlmək sürüşdürmə edirik. 1, 2, 3 dənə toxuyuruq və eyni arkanın içərisinə birləşdiririk. Baxın, belə 3 bucaqlar alınır bizdə. Və bu cür sıra sonuna qədər davam edirik. Unutmayın, növbəti arkanın içərisinə bir dənə sıx ilmə toxuyuruq. 1, 2, 3, 4 dənə zəncir. Birinciyə deyil də ikinciyə ilmək sürüşdürmə edirik. 1, 2, 3 dənə zəncir və eyni zəncirlərin içərisinə, çəkilmiş bu zəncirlərin içərisinə bərkidirik. Görürsünüz? Və bu cür sıra sonuna qədər toxuyuruq, gəlirik. Və beləcə gəldik, çatdıq sıra sonuna. İndi bir daha göstərin. Bir dənə sıx ilmə toxuduq. 1, 2, 3, 4. İkinci ilməyə ilmək sürüşdürmə etdik. 1, 2, 3 və birləşdirdik. Kəsək. Bunu ilə bitirdik. İndi isə sizə çiçəkləri göstərim. Necə bu çiçəkləri, sonra ipləri gizlətməyi də göstərərəm sizə. Əgər bilmirsinizsə. İndi isə çiçəkləri toxuyuruq. Mənim çiçəklərim qırmızı rəngdə olacaq. İpimizi açırıq. Baxın, 12 dənə zəncir çəkirik.
1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 dənə zəncirimizi çəkdik. Milçəmizin üzərindən ipi alırıq. 1, 2, 3 dənə buraxırıq. 4-cü ilmənin içərisinə 3 dənə ikili trabzan toxuyuruq. Gördünüz? Eyni ilmənin içərisinə 3 dənə ikili trabzan toxuduq. Bir dənə milçəmiz üzərinə ipi alırıq. Növbəti zəncirin ilməsinə keçirik və yenə 3 dənə 2 və 3. 3 dənə ikili trabzan toxuyuruq bir ilmənin içərisinə və sıra sonuna qədər bu cür davam edirik. 1, eyni ilmənin içərisinə 2 və 3. Sıra sonuna qədər davam edirik. Və bitirdik. İndi ipimizi biraz uzun kəsirik. Onu da deyim ki, bu gül detaylarını bu bizim toxuduğumuz fincan attığının üzərində də toxuyurlar. Amma mənə eləncini daha bu cür ayrıca toxuyub üzərinə tikmək daha rahat gəlir və daha çox xoşuma gəlir. Amma siz istəsəz onu həmən bu detalın üzərinə də toxuya bilərsiniz. Baxın, buradan artıq ipimizi biraz kəsək. Baxın, belə gülümüzü görürsünüz. Gülümüzü bu cür tikirik. Görün necə? Belə. İndi gülümüzü tikirik. Elə tikirik ki, aşağı içəridə olanlar da tikilsin. Baxın belə. Görürsünüz, burada fokuslasın bir dənə. Bu cür. Gülümüzü tikirik. Və bura yüngülvari bərkedirik. Baxın. Baxın, görürsünüz necə? Səliqəli də görünür. İpimizi kəsirik. Baxın, nə gözəl. Və bu cür toxuyuruq. Bunu istəsəz düyünləyin, istəsəz bayaq tikdiyim kimi edin. Uzun ipi saxlayın, qısa ipi kəsin. İndi belə, bu gülü hara tikirik? Düşünün ki, baxın, bu gülün 2 dənə ləçəyi var. Biri bu tərəfdə, biri bu tərəfdə. İndi bu gülün də 2 ləçəyi olmalıdır. Nə edirik? Bura gülümüzü toxuyuruq, tikirik. Kendi səliqəni tikək ki, biraz əyilib qalmasın.
Görürsünüz. Özünüz tikəndə əlinizin altında hiss edəcəksiniz. Bu gülləri bura termokleylə bərkidən də var, amma mən məsləhət bilmirəm. İpimizi kəsirik. Baxın, necə gözəl oldu. Bu gülümüzün 2 ləçəyi var, bu gülümüzün 2 ləçəyi var. Yavaş-yavaş toxuduqca belə birləşdiririk. Arxa tərəfdən görürsünüz, heç bir kobudluq falan, çirkli görünüş yoxdur. Həmçinin də bunlarda. İndi güllərin hamısını toxuyaq, birləşdirək, gələk. Bir də sizə göstərim. Bu artıq ipləri nə edirik? Baxın, iynəmizlə fokuslasın bir dənə bizim üçün. İynəmizi baxın, buradan keçirdirik işimizin içindən. Sonra ipimizi baxın, gizlədik. Gördünüz. İstəsəz biraz çox gizlədin, istəsəz elə bir dəfə gizlətməyə bəs edir. Həmçinin də bu ipləri, məsəl üçün yaşıl ipi gizlədəcəm indi. Elə bu yaşıl yarpaqlarımızın içində. Belə. Bir dəfə belə keçəcəm. Gördünüz. Bir dəfə də toxuduğum, daha doğrusu ipi saldığım əks istiqamətdə. Gördünüz. İndi istəsəz də heç bu ip buradan çıxmaz. Ağ ipi də elə içinə gizlədirik. Baxın. İğnəni elə salıram ki, baxın. İğnə nə bu tərəfdən görünür, nə bu tərəfdən. Gizlədirik. Görürsünüz, artıq ip qalır. Onu da qayçı ilə kəsirik. İşimizi dartırıq. Şu gizləndi. Bu ipimizi də elə içinə gizlədirik. Bu cür gözəl güllərimizlə bəzəyirik. Güllərimizi toxuyaq, bəlkə də gələk. Və fincan atdığımız artıq hazırdır. Mən belə 2 dənə rəngdə elədim. Siz nə rəng istəyirsə o rəngdə də toxuya bilərsiniz. İndi mən sizə iri fincandan bir də balaca fincanla görünüşünü göstərim. Fincan atdıqlarımız bu cür görünür. Fincanlarımızla birgə bu cür görünür. Əgər videomu sona qədər izlədinizsə, zəhmət olmasa videomu bəyənərək və rəy yazaraq mənə dəstək olmağı unutmayın. Yeni videolarımdan xəbərdar olmaq üçünsə abunə olmağı unutmayın.